İsrailin qondarma erməni soyqırımını tanıması Ankara-Təl-Əviv xəttində Qəzzada başlayan, Suriyada açıq müstəviyə keçən, İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsidir. Telegraf xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə Təl-Əviv bundan Ankaraya qarşı kart kimi istifadə edir. Eyni zamanda erməni məsələsini yaxın şərq siyasətində təsir imkanlarını genişləndirə biləcək fürsət olaraq görür. Gideon Sarın hökumətin qərarını əsaslandıran çıxışında Livan və İranda böyük erməni icması, gücsün erməni məhəlləsi mesajı da bu kontekstdə oxuna bilər. Lakin Netanyahu hökumətinin qərarının ən çox İsrail üçün qeyri-məqbul nəticələrini görmək mümkündür. Birincisi, Yaxın Şərqin erməni icması siyasi və praktiki olaraq İsrailin bölgə ilə bağlı planlarında təsir edici potensiala malik deyil. İkincisi, Ermənistan hökumətinin Türkiyə ilə normallaşma xətti İsrailin qərarının rəsmi müstəvidə effektini minimuma endirir. Üçüncüsü, bu qərar beynəlxalq müstəvidə nəticəsizliklə üzləşəcək. Çünki erməni məsələsində Türkiyə üçün mənfi, Ermənistan üçün müsbət mənada ən pik nöqtə Bidenin soyqırımı deməsi olub və bundan sonra veriləcək qərarlar, deyiləcək sözlər mənfi saldoya bərabərdir. Dördüncüsü, İsrailin qərarı Holokosta alternativ olması baxımından öz ayağına sıxmaq kimi də qəbul edilə bilər. Bu qərar Türkiyə üçün nə hüquqi, nə siyasi müstəvidə ciddi təhlükə yaratmır. Əksinə mənfi nəticələr fonunda İsrailin özünə ziyanlıdır. Və hər iki ölkə ilə yaxın münasibəti olan, qardaşla dost arasında körpələrin tamamilə yanmamasına çalışan Azərbaycanın siyasəti üçün arzu olunan hal deyil. Qərarın tam qüvvəyə minməsi üçün Knessetdə keçiriləcək səsvermənin müsbət nəticələnəcəyi ehtimalı yüksək görünmür. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.